salamlayıram Cəmiyyətin Nəbzinin dəyərli izləyiciləri. Hər birinizi mən Şuşa xanım xoş gördüm. Bugün çox maraqlı müzakirələr bizi gözləyir. Sənətsevərlər, ekrana yaxın əyləşin. Bugünkü qonağım və həmsöhbətim Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru, MAT MMC-nin direktoru İsmayıl Mirzəcanov. Mən də sizi salamlayıram və ekran qarşısında əyləşən bizim dəyərli izləyicilərimizi hər birinizi salamlayıram, xoş gördük. Verilişinizin adı çox xoşuma gəldi. Cəmiyyətin nəbzi. Bəli İsmayıl, çünki bu gün həqiqətən də cəmiyyətin nəbzini tutmaq çox çətin bir məsələdir. Çünki o qədər sürətli dəyişən bir nəbz var ki əlimizdə. Yəni hara nə qoysaq bir dəyişməyə başlayır və bu çox sürətlidir və məsələlər də çox bərbad vəziyyətdədir hal-hazırda və biz də o bərbad məsələlərdən birinə toxunmağa gəlmişik bu gün. Mən sırf sənin dilindən eşitmək istəyirəm. Bugünkü mövzumuz tam olaraq nədir? Biz nəyi aydınlatmağa çalışacağıq bu gün İsmayıl səninlə? Təbii ki, cəmiyyətin nəbzi deyəndə biz elə bu cəmiyyətin problemlərini nəzərdə tuturuq, amma bu dəqiqə hazırki vəziyyətdə çox maraqlı bir cəmiyyətdə yaşayırıq. Heç kimin problemi yoxdur, amma hamının problemi var. Bu bilirsiniz nədən qaynaqlanır? Heç kimin problemini bilmir. Ki mənim problemim nədir? Mən nə istəyirəm olsun? Hər şey istəyirəm. Çox şey istəyirəm. Qarışır. Hər şey qarışır, qarışır, qarışır. Aləm dəyir bir-birinə və cəmiyyətin nəbzi bir sözlə demək olar ki, tutulması mümkün olmayan bir şeydir. Gəlin baxaq tutaq ki də dövrlərə hər bir dövr özünün tələbinə uyğun yaranır. Renesans dövrü, intibah dövrü, absurd dövrü. Bunlar hamısı bir problem. Müharibə dövründə absurd janrı yarandı. Nə bilim, çiçəklənən gözəllik dövründə intibah dövrü, renesans dövrü yarandı. Hər şey gözəlləşdi. Daha çox ağ işıqlardan, dekorasiyalardan istifadə elədilər. Qızılı rənglərdən insanlar, yunanlılar daha çox istifadə edirdi. Amma İndi yoxdur. İndi aləm dəyib bir-birinə. İndi kimin hansı rəngi sevdiyi, kimin hansı musiqini xoşladığı mümkün. Klassikaya qulaq asan insan bayağı mahnılara da qulaq asır. Bayağı mahnıları sevən insanlar bir gün gəlir Chopinə qulaq asırlar. Zövqlərimiz qarışıb. Aləm dəyib bir-birinə. Ona görə də bugünkü mövzumuz mən deyərdim ki, elə aktyor sənətindən danışır. Çünki mənim sənətim budur. Mən digər şəxslər kimi özümə aid olmayan bir sənətdən danışmaq istəmirəm. Mən öz sənətimdən danışmaq istəyirəm. Çünki bu yöndə peşəkarlaşmışam. Bax, çox gözəl bir mövzuya toxundun ki, bizim problemimiz də məhz budur. Çünki mən baxıram hal-hazırda sosial şəbəkələrdə hamı yerindən duran, özünə aid olmayan bütün məsələlərdən danışır. Bir müddət baxırıq ki, iqtisadçı durub danışır qadın-kişi münasibətindən. Nə bilim, dindar da qayıdır kişi-qadın münasibətindən danışır. Nə bilim, məşhurlaşmaq istəyən hər kəsin dilində qadın və kişi sözü var. Elə bil ki, bu cinsiyyət ayrımçılığını adamlar əlində bayraq edir. Elə mən də bunu dönürəm sənə belə bir sual vermək istəyirəm ki, Azərbaycan kinosu dedikdə, bax kinoya toxunacağam sırf. Yəni biz də onlar kimi olmayaq da belə deyək. Yaxşı, sənətimizdən danışaq. Bəli. Azərbaycan kinosu dedikdə, ümumiyyətlə onun tarixinə nəzər salsaq, hardan başladı bu? Yəni necə inkişaf tarixi, harda başlayır, necə inkişaf elədi, qızıl dönəmi hansıdır, indi nə vəziyyətdəyik? Bunların hamısını səndən açıqlamağını istəyirəm. Kiçik bir şey deyim ki, Azərbaycan kinosu heç vaxt inkişaf eləmir. Azərbaycan kinosu necə yaranmışsa, elə də qalıb. Dəyişən heç nə yoxdur. Azərbaycan ilk filmi Neft və Milyonlar səltənətindədir. Bu bizim, necə deyərlər, tariximizdir. Və buradan da görürük ki, Neft və Milyonlar səltənətində nisbətən filmdə nəyəsə etiraz var. Yəni Bakı neftindən söhbət gedir burada. Və 41-45-də Rusların, Sovet Rusiyasının istifadə elədiyi o neftdən söhbət gedir. Etiraz dalğası var. Amma Azərbaycan filmi heç vaxt nəyəsə etiraz edə bilməyib. Biz yalnız və yalnız sosial məsələlərdə dayanmışıq. Siyasi məsələlər bizi yormur. Hansı Azərbaycan filmi, Qara Volqa, bir də İstintaq davam edir, istisna olmaqla siyasi əhəmiyyətli bir mövzuya toxunur. Sanki qorxurlarmı İsmayıl? Bəlkə ondandır. Bəlkə pulu dövlətdən alırlar ona görə. Ola bilər. Kino sektoru özəl sektordur. Titanic çəkiləndə kino studiya ən axırıncı 10 milyonu da qoyur və sonra milyardlar qazanır. Özəl kino studiyada, özəl sektoru, dövlətin heç bir aidiyyatı yoxdur. Amma bugün biz kinonu öz büdcəmizə inkişaf elətdirə bilmirik. Öz büdcəmizə inkişaf edən komediyalardır. Çünki bilirik ki, kinoteatra çıxanda bileti onların bileti satılacaq. Bunun bileti satılmayacaq. Vaqif Mustafayev Fəryadın ikincisini çəkdi, belə deyək. Həyat deyəsən gözəldir. Tutaq ki, onu kim öz başına durub hansısa bir özəl sektor maliyyələşdirərdi? Heç kim.
Amma dövlət elədi onu. Və dövlət bunu eləyibsə mütləq şəkildə istər ssenarist, rejissor, aktyor dövlətin maraqlarını qoruyub saxlamaq məcburiyyətindədir. Yəni bu bir necə deyərlər frazadır. Biz bundan çıxa bilmərik. Çünki bu pulu dövlət verib bizə. Mənə aktyor kimi dövlət verir. Məsələn, mən bu gün teatrda işləyirəm, teatr aktyoruyam və dövlət mənə aylıq maaş verir. Mən maaş kartımı gedib ayın sonu bankomata salıram və oradan pul çıxarıram. Mənim borcum, birinci dərəcəli borcum dövlətin maraqlarına xidmət eləməkdir. Düzdür, ola bilər. Bir çoxları deyər ki, sənət bunlarla necə deyərlər, daha şeyə alınmır. Bəli, alınmır, azad sənət. Mən özəl teatr aktyoru olsam, özəl teatr studiyasında fəaliyyətim olsa, tamam, orada dövlət heç mənə qarışmır. Dövlət nizamnamə verir, məhdud məsuliyyətli cəmiyyət kimidir. Get nə istəyirsən elə, mən sənə qarışmıram. Amma dövlət teatrındasansa, mənim maraqlarımı qorumaq məcburiyyətindəsən. Bəs o zaman qeyd edə bilərik ki, aktyor sənəti zəncirlə vurulmayacaq bir sənətdir, ya da ki, zəncirə vurula bilən bir sənətdir. Müasir dövrdə ümumiyyətlə zəncirlənə bilməyən sənət yoxdur. Aktyor sənətdə dövrlər boyu zəncirlənib zaten. Belə deyək, biz qədim Yunan mifologiyasına nəzər salanda orada aktyorlar sadəcə bir aktyor var idi. Məsələn, Aristofan bir aktyor gətirirdi və filan. Amma növbəti ikinci aktyor gələndən sonra səhnəyə artıq burada kahinlər görürlər ki, məbəd işçiləri. Aktyorlara maraq daha da artır. Hamı sevir. Və başlayırlar onları öz tərəflərinə çəkməyə. Neynirlər? Onlara yaxşı baxırlar, onlara hörmət bəsləyirlər, onları necə deyək, ovuclarının əlinin içində saxlayırlar. Amma bir məsələ var. Məbədə xidmət elə. Tanrının şəninə yazılmış nəğmələri oxu, məbəd nəğmələrini oxu, mövsümi nəğmələri oxu, şərabçılıq tanrını oxu, Dianaya oxu, onu oxu, bunu oxu və başladı aktyorluq zaten əvvəldən zəncirlənmiş İndi bir isə sənət. kilsədə də eyni vəziyyət əslində. Hər yerdə eyni vəziyyətdir. Bəli. Aktyor sənətində budur. Xidmət elədiyi bir sahə var. Müstəqil aktyor sənəti isə pantomima janrı gələndən sonra yarandı. Pantomima janrı ki yarandı, artıq üsyan başladı və ondan sonra düzdür, onu belə pantomima janrında Marcel Marceau studiyadan oğruyur, amma təəssüf ki, cəmi 10-15 Dionu oğurlaya bilir. Bu gün ip dartmadır, kəndir atmadır, maskadır, bunları oğurlayır, aparır İtaliyada nümayiş eləyir və onlar tarixdə qalır. O əsas pantomima bip obrazı, o hələ ortalıqda yoxdur. O qaldı keçmişdə. Elə orada da o teatr studiyası bağlanandan sonra o orada da qaldı getdi. Bir dənə Marcel Marceau-na gətirmişsə o idi və ondan sonra absurd başladı. Absurd janrı gələndən sonra avtomatik hər şeyə etiraz başladı. Məsələn, biz Samuel Becketin Godot'un intizarında əsərini oxusaq, görürük ki, orada çox böyük siyasi motivlər var. Herostratı unudun, Grigori Gorinin. Sovet dövründə yazılıb, Rus dramaturq yazıb. Amma gör necə yazıb orada. Deyir ki, canini kim məhkəməyə qədər öldürsə, o özü ölümə məhkumdur. Bu Gorinin fikridir. Siyasi bir xarakter daşıyır. Və amma yenə bacarmayıblar. Nə qədər də aktyor, dramaturq, rejissor, nə qədər də əlləşsələr də aktyor sənətini bunun içindən çıxara bilməyiblər ki, qəlibdən çıxaraq, ya bunu azad sənət ki, mümkün deyil. Qəti şəkildə. Yalnız və yalnız kimlər aktyor sənətini rahat ifadə edə bilər? Səyyar aktyorlar. Çıxıb qapı-qapı gəzən, küçə-küçə tamaşalar göstərən, dünyanı gəzən aktyor truppaları və bunlar azad aktyor sənətini yaşada bilərlər. Bunlar sərbəstdirlər, maddi asılılıqları yoxdur, məkan asılılıqları yoxdur. Onlar üçün məkan və zaman anlayışı gedib itib. Onlar artıq ona baxmırlar. Onlar özləri üçün gəzirlər. Harda məsələn bura gözəldir, bəli, hə. Burada tamaşanı göstərəcəyik. Burada bu tamaşa olacaq, burada bu tamaşa olacaq. Bu da aktyor sənətinin zəncirlənməmiş versiyası. Zəncirlənmiş versiyası İtalyan kubundadır. Bugün bizim gördüyümüz teatrlar İtalyan kubudur və onun içindədir. Orada zəncirlənib. O varlı təbəqənin özü üçün kapitalist quruluşunda o Maraqlanır. zal, İtalyan kubunun zalı kapitalizmin ən əsas özəyidir. Ön sırada mənim pulum varsa mən ön sırada oturacağam. Sənin pulun yoxdur, get arxada otur. Mənim pulum var, mən yuxarıdan, suitdən Seyr edəcəm. izləyirəm, amfiteatrdan baxıram, yarusdan baxıram. Sənin pulun yoxdur, sən qalx balkondan bax. Kapitalist quruluşdur. İtalyan kubu bunu. Amma Azərbaycan aktyor sənəti necə yaranır? Meydan oyunlarından, xalq tamaşalarından. Bunlar isə ən səmimi tamaşa oyunlardır. Qodu, kilim arası, indi bugün məsələn kukla teatrı bizdə var. Onlar şirma deyirlər. O da kilim arası oyunudur. Çoxumuzun Eyni. uşaqlığı orada keçib. Evet, ora baxım, hə, orada tamaşalar gedib baxmış. O kilim arası oyunudur, xalq oyunudur. Pulsuz, parasız, bilet pulu yox, sıra yox, hamı bərabər hüquqlu. Hətta qazi də
Qazi daha doğrusu, qazi da, vətəndaş da rahat bir sıradan oturub tamaşaya baxırlar. Bizim aktyor sənəti belə yaranıb Azərbaycanda. Sonra gələ-gələ təkmilləşib. Bax, burada Azərbaycan aktyoruna toxundum. Bəs, hal-hazırda Azərbaycan aktyoru hansı problemlərlə üzləşir? Və tam olaraq onu mənə ümumiləşdir. Azərbaycan aktyor sənəti, Azərbaycanda aktyor sənəti böyük bir təhdid altındadır. Bu gün Mədəniyyət və İncəsənət Universiteti, bir də Naxçıvan Dövlət Universitetində tədris olunur. 2 bu ixtisas, daha doğrusu 2 universitetdə tədris olunur. Başqa elə bir tədris eləyən nə universitet var, nə də ali peşə məktəbi var. Amma ortalıqda kurslar var. Lazımsız. Mən çox üzr istəyirəm. Bəlkə də kimsə deyə bilər ki, sən kimsən onlara belə bir fikir deyirsən, amma mən çox gicgicə adlandırıram. Həmin adamları, onların kurslarını, orada oxuyanları. Aktyor sənəti Gratovskinin 1961-ci ildən başlayaraq 75-ə qədər araşdırdığı bir il ərzində əldə edə bilmədiyi bir şeydir. Adam neçə illər bunu araşdırıb, amma heç də əldə eləyə bilmir. Siz Bu gün amma sən bugün zaten gəlmisən ki, mən sertifikat alıb aktyor olacağam. Harda? 6 aylıq aktyorluq kursunda. 6 aya heç aktyor hələ öz diafraqmasını işlədə bilmir. Aktyor hələ öz registrlarını işə sala bilmir. Sən necə 6 aya aktyor olursan? Yaxşı bu kurslara belə deyək də, yaxşı deyək ki, bunlar peşəkardırlar. Tamam, okey. Bu qədər aktyoru niyə yetişdirirlər? Zaten Mədəniyyət və İncəsənət Universiteti hər il 60-a yaxın tələbəni belə deyək də məzun eləyir və ona qalır ortalıqda. Çoxu işsiz qalır. Çünki teatrlarda iş yoxdur. sənətini dəyişən kim, başqa işlə məşğul olan kim? Gedirlər hərəsi parçalanırlar bir tərəfə. İndi kimi peşəkar teatrda özünə iş tapdı, kimi 3-cü dərəcə ilə işə düzəlir, kimi filanla işə düzəlir. Yəni belə də indi çoxu da işsiz qalır. Nə bilim, uşaq əyləncələrinə üst tuturlar. Çünki yaşamaq üçün pul lazımdır. Mən onları qınamıram. Sadəcə olaraq bu aktyor kursları, aktyorluq kursları ki var, bunlar uşaqları aldadırlar, yalançılıqla məşğuldurlar. Məsələn, sən o desən ki, mən sənə aktyor elədim, sertifikat verirsən və bu çıxır bu gün sabah cəmiyyətə 6 ay bitirib bax, haqlı olaraq. Yəni 6 ay pul ödəyib və sən ona demisən ki, mən sənə aktyor eləyəcəm. Çıxır cəmiyyət deyir ki, mən aktyoram. Aktyorsənsə, deyilsən və heç vaxt ola da bilməzsən. Beynimin kəsəri yoxdur ki, mən kurs oxumuşam və kursdan aktyor olmurlar. Azərbaycanda İncəsənət Gimnaziyası var. Elmlər Akademiyası tərəfində elmlərdə yerləşir. Orada aktyor sənəti sinifləri var. Filan hərəsi ixtisaslar, incəsənət ixtisasları siniflərə görə bölünür də. Mən deyərdim ki, Mədəniyyət və İncəsənət Universitetinə aktyorların qəbulu o gimnaziyadan aparılsın. Yerindən duran ora sənəd verməsin. Mən 12 yaşımdan Lənkəran teatrında böyümüşəm. Uşaqlığımın ən gözəl çağları, belə ən yadda qalan çağlarını mən əməkdar artist Adiz Zeynalovla, Sücəddin müəllimlə və Məncə əvvəldən pişmək lazımdır. Bu sənət bu kimi aparıcılıqdır, ümumiyyətlə hamısında təcrübə, hamısında bir şeylər görmək lazımdır. Tək nəzəriyyə oxumaqdan heç nə əldə eləyə bilməzsən. Bu gün uşaqların qarşısına aktyorluğa hazırlaşana da, jurnalistikaya hazırlaşanlara da bu danışıq sənətidir. Danışıq, səs ifadəsi, üz, jest, mimika hamısı təcrübə tələb eləyir. Mənə görə bunlara o qədər nəzəriyyəyə ehtiyac yoxdur. Yəni bu uşaqları əvvəldən bişirmək lazımdır. Onlara çox xüsusi məktəblər açmaq lazımdır. Bax, burdan davam eləmək istəyirəm mən. Sən bişmisən, amma o uşaqları aldadırlar və bişdiklərinə inandırırlar. 6 ay boyunca hansı bişməkdən danışırıq? 6 ay boyunca ümumiyyətlə heç belə deyək də A-nı öyrənmək məsələsi var. A saitinin tələffüzü. Sən heç onu öyrənə bilməzsən. Yəni 6 aya biz sadəcə Mədəniyyət və İncəsənət Universitetində belə deyək, etüdləri tamamlayırıq. Səssiz əməli tamamlayırıq. Əməli yaddaşını, lamisə, hiss, duyğu, bunları, yəni aktyorun öz üzərində işin cəmi 4 hissəsini bəlkə tamamlaya bilsək böyük şeydir. Aktyor sənəti emalatxanada tədris olunur, emalatxana üslubunda tədris olunur. Bu illər boyu belə olur. Məsələn də Stanislavskidən belə, onun qoyduğu peşəkar aktyor sənətindən sonra emalatxanada tədris olunur və olunmalıdır. Bologna sistemi, yəni kafedrallaşmış sistem aktyor sənəti üçün uyğunsuzdur. Burada aktyor həftədə 3 gün 2 saat olmaqla dərs keçir. Bu belə necə deyirlər, lazımsız bir şeydir. Dəmirçi gedir dəmirçiliyi öyrənməyə, bir uşaq, məsələn bir adam dəmirçi olmaq istəyir. Həftədə 3 gün mən bununla məşğul olacağam və 3 gün dəmir döyür, beləliklə 10 ilə onu ancaq öyrənə bilər. Dəmirçiliyi öyrənmək üçün nə edirlər? Hər gün gedirlər dəmir döyürlər, hər gün gedib dəmiri isidirlər, qəliblər düzəldirlər, fərqli-fərqli özləri üçün hər gün işləyirlər.
Amma aktyor sənəti isə ki, həftədə 3 dəfə tədris olunur. Bu da sənətdir. Düzdür, aktyor sənəti elmdir. Humanitar elm olaraq bəli, çox böyük araşdırmaları var, çox böyük araşdırmalara dayanır. Hətta biologiya, anatomiya, psixologiya, digər bütün elmlərlə qarşılıqlı əlaqədədir. Lakin humanitar elmdir. Bu dəqiq elm deyil. Bu praktikada, təcrübədə özünü doğrultmalıdır. Nə qədər çox insan varsa, o qədər çox qəlib var və fikir var. Ümumiyyətlə formalaşma var. Tamam başqa şeylər mövcuddur bunun altında. Yəni sadə bir şey deyil. Bunu başa salmaq lazımdır cəmiyyətə. Mümkün deyil. Biz onu hələ ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbər şəxslərinə izah edə bilməmişik. Biz onu bu kursları yaradan bu lazımsız adamlara izah edə bilməmişik. Hələ o günlərdə belə bir video çıxdı qabağıma ki, bu kursların yaradıcısından biri indi ad şərtidir deyə qeyd eləməyəcəm, amma bu o demək deyil ki, mən həmin adamdan qorxuram. Onu xeyr, sadəcə bəlkə istəyir adı hallanmasın, yəni. Adam qeyd edir ki, Mədəniyyət və İncəsənət Universitetində nə bilim, birinci kursa qəbul olanda, nə bilim, nə olursan, ikinci kursa falan. Yəni, nəyə çalışırsan? Kimsən sən? Bu universitet 23-cü ildəndir fəaliyyətdədir, 1923-cü ildən. Burada kimlər dərs keçib? Burada kimlər can qoyub, kimlər yetişib, kimlər gedib, hansı xatirələr yaşayır, hansı sənətlər var. Birbaşa hörmətsizlikdir. Bu yox, siz universitetdə yox, o kimdir ki, adminə hörmətsizlik eləsin? O adam özünə hörmətsizlik eləyir. Ki, hələ qanmır. Hələ düşünə bilmir ki, bura nədir? Bura məbəddir kim üçünsə. Şəxsən mənim üçün ora məbəddir. Ümumiyyətlə mədəniyyətə hörməti olan hər kəs üçün bu ən böyük o deyir hörmətsizlikdir. 100%. Mən düzdür orada öz sosial media hesabımda sərt reaksiya verdim və vermək məcburiyyətində idim. Niyə? Çünki bu bizim üçün məbəddir bura. Mədəniyyət və İncəsənət Universiteti aktyor, muzeyşünas, rejissor, ssenarist, ekran dramaturgiyası, operator, rəssam, dizaynerlər bunlar üçün toxunulmaz bir yerdir. Hər bir azərbaycanlı üçün elə olmalıdır. Onsuz da bizim mədəniyyətimizin hal-hazırda məhv olmağının səbəbi belə şeylərdir. Yəni bu universitetə, bu məbədə, nə bilim Mədəniyyət Nazirliyinə, teatrlara, muzeylərə dil uzatmayın. Çünki onlar öz işini bilirlər zaten. Biz bu yöndə işləyirik. Biz istəmirik ki, teatrımızda daha yaxşı tamaşalar nümayiş olunsun. Bunun üçün əlimizdən gələni eləyirik. Amma alınmır. Bir maddi problemlər ortalığa çıxır, digər məsələlər ortalığa çıxır və biz qırılıb qalırıq. Eyni İncəsənət Universiteti də həmçinin. Müasir dövrdən ayaqlaşmağa çalışır. Məsələn, görürük ki, İncəsənət Universitetində ən müasir addımlar atılır. Düzdür, bəzən təcrübədə uğursuz olur bəzi şeylər, amma məcburdular. Neynəsin adam? Bunu eləməlidir. Geridə qalmamaq. Sənin kimi o gicgicə kurslardansa, mən 4 il İncəsənət Universitetində oxumağı daha yaxşı üstün tuturam. Ya oradan daha peşəkar insanlardan bir şeylər öyrənmək daha yaxşıdır, nəinki 6 ay boyunca heç bir şey öyrənməmək. İnanırsan mən baxdım keçən dəfə sosial şəbəkədə. Mən təxmini o bir ucundan, qulağından bildim kimdən bəhs eləyirik. Adamlar düşürlər o çölün düzünə, başlayırlar oradan bir neçə insanı götürüb, yəni onunla oynamağa, guya aktyor sənətiymiş kimi göstərmək. Yəni ki, necə mümkün olan bir şeydir bu? Sən bu qədər ucuzlaşdıra bilməzsən də bir şeyi. İndi hər yoldan keçəndə aktyorluğu bacarmır axı. Və şəhərlərdə də insanlar pul dəstək verir ki, bəs belədir, elədir. Xeyr əzizim, sən səhv hərəkət edirsən. Mədəniyyətə birbaşa hörmətsizlik edirsən. Bax mən bu situasiyaya toxunmaq istəyirəm ki, blogerlərdir, ümumiyyətlə sosial media işlədənlərdir. Onların aktyor kimi özlərini görməsi haqqında nə fikir bildirərdi? Bu gün yerindən duran, məsələn, kastinqlər var da, bilirsiniz ki, Bakı şəhərində daha çoxdur. Əyalətlərdə demək olar ki, yoxdur. Bakı şəhərində kastinqlər var. Gedir kastinqə yazılır və orada deyirlər ki, biz səni reklamlara çəkəcəyik. Avtomatik sosial media hesabında bio hissəsində aktör, aktres. Bu dəyişdi. Avtomatik. Niyə? Çünki mən aktrisalıqla məşğulam. Sən aktrisalıqla məşğul ola bilməzsən. Ümumiyyətlə nəinki onlar, yəni o kursu bitirənlər demərəm. Cəmiyyətdə bu gün hər fərd aktyor və yaxud da aktrisa olmaq istəyindədir. Sadəcə kiminsə əlində telefon varsa, Bəli. Ümumiyyətlə sosial media çıxışı varsa, TikTokda canlı açırsa, Instagramda canlı açırsa və yaxud da kamerası olan nə varsa, onlar meyilli eləyirlər, necə deyək, daha çox üzdə olmağa, məşhurlaşmağa, tanınmağa. Bunu əslində psixoloqlara, məsələn, indi burada hansısa bu efirimizə baxan bir psixoloq olarsa, mənə çox maraqlı gəlir ki, bir ümumi nəzər gəzdirsinlər ki,
cəmiyyətdə bu məşhurlaşmaq istəyi nədir? Niyə hamı məşhur olmaq istəyir? Diqqətdən kənar qalmaq kimi bir şey ola bilər səbəbi əslində. Yəni bilmirəm, yəni mən ona fikir bildirə bilmərəm. Bir vətəndaş olaraq təbii ki, deyə bilərəm ki, Azərbaycanda normaldır. Çünki heç kim necə deyirlər, sayılıb seçilmir və hamı istəyir ki, mən də varam, məni də görün, filan eləyin. Kimi necə deyirlər, bu hazırki müasir dövrdə ərindən ayrılıb və onun alimentini alıb yeyir, dolanır. Onu özünü sübut eləmək üçün bir sosial media hesabı açır, nə bilim reklamlara çəkilir, sima olur, model olur məsələn də belə deyək və özünü aktrisa adlandırır. Necə oldu bu? Heç bir standarta da uyğun gəlmir ha. Nə üzdən, nə xəssiyyətdən, özünü aparmağından, danışığından, səs idarə etməsi, heç nə yoxdur. Səs ciyildəyir, adam oldu aktyor. 15 il bundan qabaq rayonda kənd məktəbində bir dənə şeir deyib və bir dənə müəllim dili qurumuş, qayıdıb buna deyib ki, sən qəşəng şeir deyirsən. Səndən qəşəng aktyor çıxır. Niyə gedib aktyor olmursan? O da gəlir Bakıya düşür, elə o avtovağzaldan amma avtobusdan düşən kimi, o doğrudan 15 il bundan qabaq müəllimə mənə demişdi ki, səndən yaxşı aktyor olur. Və elə o elə oradan da başlayır ki, mən gedirəm aktyor olmağa. Nə də müəllim mənə bunu demişdi. Şeir, aydı şeir deməklə, nə bilim, sosial media istifadə eləməklə aktyor olmurlar. İndi bilirsiz pis cəhət nədir? Məni əsəbləşdirən, elə özümdən çıxaran nədir? Yaxşı da fərdi başa düşdüm, vətəndaşı başa düşdüm. Bu necə belə deyim də, biraz kobud çıxmasın, amma orta təhsilli vətəndaşları başa düşdüm. Bunlar üçün yəni normaldır. Bəs Onların ailələrə nə oldu? sən necə deyirlər, psixologiyanı bitirən adam psixoloqsan. Sən psixoloq olaraq cəmiyyətin söykənən yerisən. Bizim biraz depressiyaya düşəndə və yaxud da çıxılmaz bir fikir mübadiləsinə düşəndə psixoloqlara üz tuturuq. Niyə? Çünki bilirik ki, onlarda hər şey şəffafdır. Yəni biz onların yanına gedəndə onlar bizi qınamayacaqlar, bizim fikirlərimizə görə bizi yargılamayacaqlar. Buna görə onlara üz tuturuq. Onlar belə durub özlərinin məşhur olmaq istəyindədirlər. Onlar belə durub aktyorluqla məşğuldurlar. Biz nə edək? Biz də gedib psixoloqluqla məşğul. Biz də psixoloq olaq. Mümkün deyil axı bu. Sən psixoloqsan, sən sosioloqsan, get işinlə məşğul ol. Gəlib burada şeir demə, burada nə bilim poeziyaya, romantikaya, dramatikaya, fantastikaya bağlama. Kaş deyə bilsək, İsmail deyə də bilmir. İnanırsınız ki, tək onlar deyil. Bu gün məsələn bu şeir demək ümumiyyətlə bədii materialları tələffüz eləmək bədii qiraət sayılır. Və bizim çox gözəl bədii qiraətçilərimiz var. Əminə Yusifqızadlı rəhmət Allah eləsin. rəhmət Ağalar Bayramov Respublikanın əməkdar artisti, Əli Nur Respublikanın xalq artisti, Nurəddin Mehdixanlı xalq artisti. Bu adamlar bədii qiraətçidirlər. Onlar şeirin, qəzəlin, mətnin əsas özəyini bilirlər. Amma siz nə bilirsiniz? Sən hüquqşünassan, sən vəkilsən, sən psixoloqsan, sən nə bilim tikintidə mühəndissən, sən mühasibsən, sən şeir demək qabiliyyətinə malik olan adam deyilsən. Məntiq var şeirdə, ifadə. Məsələn, onu səsləndirmədə, qiraətdə məntiqi saxlamaq lazımdır. Azərbaycanda ola bilər də indi son dövrlərdə Ramiz Rövşənin şeirlərini çox səsləndirirlər. Bəli, Ramiz Rövşən sərbəst vəzində yazır və bu sərbəst vəzində yazmaq yəni o demək deyil ki, ağzına gələn kimi onu səsləndirə bilərsən. Yox, onun belə qaydası, onun da belə qanunu var. Sən ona riayət eləmək məcburiyyətindəsən. Bu da bir reallıqdır ki, Ramiz Rövşəndən başqa heç kəs öz şeirinə o qədər də təsirli demir əslində. Yəni fikir versək, sanki adam özü necə yazdığını bilir, hansı vurğularda, hansı şəkildə yazdığını yaxşı bilir. Ən azından bilmirsən də, aç, bax adamın dediyi şeirə. Bax gör necə bir vəziyyətdə deyir bunu. Allah can sağlığı versin. Nadir Hüseynova bizim səhnə danışığı müəllimimiz olub. Mən öz imtahan materialımda o Ramiz Rövşənin bir şeirini götürmüşdüm. Orada Qarışqa ömrü şeiri. Yaşamaq doğrudan çox gözəl, işte çox möhtəşəm bir şeirdir. Mən də onu məhz müəllifin öz ifasında dinləmişdim deyə bir növ özümü ona oxşatmağa çalışırdım da, səsi, o tonları, onun vurğularını oxşatmağa çalışırdım və Nadir müəllim də biraz həm sərt müəllimdən, zarafatçı müəllimdə və belə oturmuşdu ki, sən Ramiz deyilsən. Düzgürsüz müəllim. Onu dedi ancaq o deyə bilər. Çünki o ikinci və üçüncü planı bilir. Şeirdə bilirsiniz ikinci, üçüncü plan nədir? Birinci plan mətndir, ikinci plan kimə ünvanlandığıdır, üçüncü plan isə onun da mühitinə və zamanına görə dəyişdiyi şərtləridir. Nədən danışdığı məsələsidir, arxa planı görmək Yəni bir məsələsidir. şeir bəlkə də 40-50 planda yazıla bilir. Nüsrət Kəsəməlinin şeirləri elədir. Nüsrət müəllim şeir yazanda onu 70-100 planda yazır yəni. Amma o şeir deyil.
Nərdivan şeiri bu dünyanın mənim üçün ən fantastik şeiridir. Məncə həqiqətən də Nüsrət Qəsəməlinin yazdığı, ümumiyyətlə bir neçə şairimiz var ki, sırf yazdığı şeylərə baxanda görürsən ki, struktur tamam başqa bir şeydir. Əslində pərdəni aralayanda tamam başqa bir şey çıxır. İlahi bir sənətdir bu şeir, amma korluyurlar İsmayıl. Bu gün korlanır. Korlanır deyən yerdə ki, onlar korlayırlar, düzdür? Amma cəmaatın xoşuna gəlir axı. Və bunadan qaynaqlanır. Zövqümüz yoxdur. Korlayan nədir bəs? Korlayan isə qatildir. Bu cəmiyyətin, bu insanların zövqünü öldürən qatil. Yəni mən Məsajı əgər oxumaq. Ədliyyə naziri olsaydım, Cinayət Məcəlləsinin dəyişikliyi üçün göndərərdim Milli Məclisdə ki, xahiş edirəm, insanların zövqünü öldürən, qətlə yetirən, vəhşicəsinə yırtıb dağıdan adamlara da zəhmət olmasa iş kəsin. Bu belədir. Bugün bizim müğənnilərimiz, bizim əldə qayırma şairlərimiz, bizim bu necə deyirlər, bir dəfə istifadə üçün qiraətçilərimiz, yararsız aktyorlarımız, rejissorlarımız bizim xalqımızın bütün zövqünü öldürdülər. Görün bu xalq kimləri sevirdi? Könül Xasiyevanı, Akif İslamzadəni, görün biz kimləri, Bəxtiyar Vahabzadəni bəyənirdi bu millət, bu xalq. Yəni ona görə deyə bilmərik ki, bizim öz zövqümüz pis idi. Xeyr, bizim zövqümüz çox gözəl idi. Cəmiyyətimizin zövqünü məhv elədilər. Bizim necə deyirlər, şeir, musiqi, ədəbiyyat, poeziya anlayışımızı yerlə bir elədilər. Biz o adam deyildik. Bizim çox gözəl zövqümüz var idi. Amma indi yoxdur. Niyə yoxdur? Çünki bu necə deyirlər, dediyim kimi də bu lazımsız diletantlar ortalığa çıxdı. Bu bir mənalı. Bu insanlar diletantdır və sadəcə dağıtmaqla məşğuldur. Mən indi düzdür, ola bilər indi bir aspektdən çıxış edirəm, aktyor sənətindən çıxış edirəm. İnanırsınız ki, məsələn də ev alqı-satqısı, maşın alqı-satqıları, bunlar da bir sənət növü sayılır. Bunlarda da belə diletantlar var. Bugün heç kim olduğu yeri tapa bilmir. Mən hara aidəm? Mən nə işlə Hər şeyi məşğul olum? sınayırlar. Hər şey. Bəlkə gedim nə tədbir eləyim. Getdi. Adam heç başqa adam Elə deyil, bir heç aidiyyatı yox. bekardır, oturub sadəcə belə fikirləşir də yəni. Heç bir işi yox, gücü yox. Amma sənəti var ha, özü başqa məsələn də qutarıb bələdiyyə idarə etməsini. Gəlib burada ev makleri ilə məşğuldur, ev alqı-satqısı, nə bilim taksi işləyir, nə bilim HR gedir, HR-lıq kursu keçir, HR işləyir, ya şeir deyir, aktyor olur. Bax budur. Ona görə bizdə tək problem bizim sənətdə deyil ki, bütün sənətlərdə. Bu dəqiqə bütün sənətlərdə o problem var. Bax İsmayıl, biz onsuz da bilirik ki, bu mövzuları danışırıq, amma insanlar yenə başlayacaq bəlkə də dırnaqarası yanaşmağa buna da ki, hə, bunlar da adam olub söhbət eləyir. Bax mən burada mövzuya girmək istəyirəm ki, biraz yer açacağam. Hər kəs ilk olduğunu qeyd eləyir hər bir mövzuda. Bu niyə ilkə girdim? Çünki biz məşhurlaşmaqdan danışdıq da indi müəyyən bir saniyələrdə, dəqiqələrdə və fikir verdim ki, kim daha tez məşhurlaşmaq istəyirsə, birinci işlətdiyi söz budur. Azərbaycanda bir ilk. Hətta onların çox maraqlı reklam çarxları da olur. Video başlayır, çox dark bir müzik gedir. Dudududum. Azərbaycanda bir ilk. Neyinəcək? İndi maraqlıdır. Azərbaycanda ilk nə ola bilər? Görəsən neynirlər Elə bir bunlar? Joker treyleri. Nəsə kazino açırlar, yoxsa nə ilə Azərbaycanda ilk Azərbaycanda hər şey olunur da. Bu realdır, bu o günlərdə gördüyüm. Psixologiya ilə teatrı birləşdirdik. Dadadadan. Bu güldüyün Getdi. qədərilə bizim studiyaya aid idi amma. Onu da qeyd edəcəm. Ona hələ var. Nizami Kino Teatrının kino mərkəzində daha doğrusu. Boş zalın kadrlar gedir. Bomboş zallı kadrlar gedir. Hamısını çəkiblər. İşığı, onu, bunu. Sonra yenə xanım gəlir ortalığa. Bu psixoloji seminar sizin üçün çox lazımlıdır. Dıdıdıdım. Yenə getdiniz boş zalı, nə bilim səhnəni filanı. Mən də gülüb sadəcə yazdım ki, maraqlı gəldi mənə də. Yəni Nizami Kino Mərkəzini reklam eləyirsiniz, yoxsa hər hansı bir psixoloji seminarın reklamıdır bu? Cavaba baxın. Bu bizim teatral nə bilim nəyin reklamıdır. Teatrın. Mən 2023-cü ildə Empativiyə gələndə rəhbər Sevinç xanımın təklifi ilə onu yəni Sigmund Freud'in dəqiq yadımda deyil 10 iyul neçə yüz illiyi idi və bu yubiley ilə bağlı biz onun talih bəhanələr qəbul etmir ideologiyası altında bir psixoloji tamaşa hazırlayacaqdıq. Amma necə hazırlayacaqdıq? Bunun elmi əsası var idi. Biz bunu elə belə özümüzdən necə deyirlər oturub kəşf eləmədik. Yox.
Heç demirdik ki, biz ilk dəfə eləyirik bunu. Yakov Moreno eləyib İtaliyada, dünya Avropa ölkələrində. Adam Moreno'nun nə qədər sosiodramasını araşdırmaları, onun nə qədər teatral tamaşaları, teatral eksperimentləri var. Mən deyəmmənəm ki, ilk mən eləyirəm. O adam eləyib onu. Necə olar? Mən ondan götürüm, oxuyum onun haqqında və deyim ki, ilk Birbaşa əmək hüququnun tapdalanması. tapdalanması müəllif hüquqlarının tapdalanmasıdır. Bu adam deyir ki, Azərbaycanda mən bunu ilk eləyirəm. Yəni biletimi satmaq istəyirəm də dostlar, nə olar? Gəlin bilet alın da məndən. İlk eləyirəm axı. Və yalvarışdır, yox, xahişdir. Və çox dəxlisiz bir şeydir. Və biz bir araya gələndən sonra psixoloqlarla mən nə qədər diskussiya apardıq, nə qədər danışdıq, filan elədik, gəldik burada studiyada Frans Kafkanın çevrilmə Metamorfoz əsəri ilə Məhəmməd Füzulinin qəzəllərini sintez elədik və onun əsasında psixodramatik hipnoz tamaşa hazırladıq. Hipnoz tamaşalar aktyor sənətində belə bir teori var. Təkrarın təkrarına yol vermədən təkrarlamaq. Bu eyni Freydin psixoanalizi ilə bərabərdir. O bir situasiyanı təkrarlatdıqca beynə, şuuraltı qatı onu yerləşdirdi. Və yerləşdirdiyi anda insan hipnoz olmuş kimi olur. Və o necə deyərlər, şuuraltı məzarlığında həmin situasiyaya gedir, görmə kino lenti ilə orada problemi həll edir, qadir. Psixoanaliz budur. Aktyor sənəti budur. Bir tamaşada bir situasiya 10-15 dəfə eyni təkrarı olmadan təkrar olunarsa, tamaşaçı hipnozdadır. Məsələn, rahatlıqla artıq ondan sonra tamaşanı necə deyirlər, inkişaf elətdirə bilərsən. Bax, biz bunu elmi əsaslandırdıq. Biz oturduq bunun üstündə işlədik. Bunun piyesi də ayrı oldu. Bunun aktyorları da ayrı-ayrı işlənildi hamısı. Elə burada kollektivin gözü qabağında olurdu hər şey, bütün proseslər. Amma siz bu gün durmusunuz, onların elədiyi playback teatrdır. Onlar hələ elədikləri teatrın üslubunu bilmirlər ki, playback teatrı nədir, necə olmalıdır və bizim elədiyimizin də adı bu imiş. Playback teatrı olmuş, burada danışılan hadisəni burada göstərməkdir. Yəni siz danışırsınız, biz də burada göstəririk. Coaching teatrı var, koçluq teatrı. Bəli, bəli. Hazır fəaliyyət göstərir. Cəfər müəllim də. Hə, Bəli, bizim bəli. onunla şəxs tanışdığımız da var və çox oturub kofedə içmişik, danışmışıq bu barədə. Diletantdır. Aktyor teatrla bağlı peşəkar deyil. Nə Cəfər müəllim, nə onun kollektivi və özü də bunu etiraf edir. Deyir ki, biz hərəmiz bir peşənin sahibləriyik. Yəni biri hüquqşünasdır, biri yüksək vəzifənin sahibidir. Adam ən yüksək vəzifəni icra edir. Amma bu gün durub iddia eləmirlər ki, Biz Qoçluq teatrı, peşəkarıq, ilkik. biz ilkik, biz filanıq. Ona görə mən Cəfər müəllimi çox istəyirəm. Çünki bilirəm ki, adam özünün diletant olduğunu qəbul edir ki, mən peşəkar aktyor, rejissor deyiləm. Yox. Koçdur. Peşəkar koçdur, bəli, çox yaxşı bacarır onu. Və sintez eləməyi bacarır, göstərə bilir. Sadəcə yüngül şeydən kommersiyadan istifadə eləyib ki, belə deyək də, bu gün teatr tamaşaları daha çox öndədir. Bu gün məsələn baxsaq, Gənc Tamaşaçılar Teatrına, Akademik Milli Dram Teatrına tamaşalara gedən gənclərimizin sayı çoxdur və gənclər bu gün teatra çox maraq eləyir. Çox şükür. Yenə bu var. Əslində ona çox şükür eləməzdim, çünki bu da böyük bir sürü ideologiyasıdır, bəli. Bu sürü O gedir deyə mən də ideologiyasının- gedim. Ay, sağ ol. Bu karantin dövrünə qədər yox idi. 2019-a qədər teatrlar uluyurdu. Zala 4-5 nəfər girsə böyük şeydir. Amma karantin dövrü bitəndən sonra birdən axınlar başladı. Hamı gəldi, getdi, hamı gəldilər filan. Storylər, hashtaglər, bilet aldım. Mən iTicket-in o sarı, ağ biletləri, bunlar hamısı Mən pul verdim, satışın getdim psixologiyasıdır. mədəniyyət Bəli, bəli, bunlar satış yönümlü şeylərdə hamısı var. Psixologiyasına düşdü. O getdisə mən də gedəcəm. Və başladılar teatra getməyə. Kinonun da inkişaf eləməməyi bir yandan çox təsir elədi və teatr özünü atdı ortalığa. Və son dövrlərdə bəli, peşəkar müstəvidə nə qədər də uğursuz olsa da bizim teatrların tamaşaçılar üçün uğurlu tamaşaları var. Ha, İsmail, mən istəyirəm ki, sən ümumiləşdirib son olaraq izləyicilərimizə nə fikir çatdırmaq istəyərsən? Son olaraq onu demək istəyirəm ki, Azərbaycan teatrı bu gün böyük təhdid altındadır. Çünki Azərbaycanda rejissor yoxdur. Olan rejissorlar da öz bioqrafiyasını genişləndirməklə məşğuldur. Bu bir mənalıdır. Bu gün Azərbaycanda üzdə olan 5-6 teatr rejissoru varsa, yoxsa belə 5-6 nəfərdir. Onlar da hər bir aydan bir tamaşa qurub, elə necə deyirlər, cücə inkubasiyasıdır da, o yumurtanı qoyursan 14 günə cücə çıxırıb. Bu tamaşalarda elə bir hal alıblar. Elə bir başladı. Bir də görsən ki, məsələn də
Aprel ayının 1-i tamaşanın məşqləri başladı, aprelin 29-u premyeradır. Bir aya tamaşa qurarlar, bir aya teatr tamaşası. Mümkün deyil. Bir tamaşa minimum ən az 6-7 ay, 1 il, 2 il Çox çətin prosesdir. Çox. bişməlidir, hazırlanmalıdır, aktyor onu başa düşməlidir. Tamaşa premyera olur, biz gəlib oturub baxıb görürük ki, heç aktyor onu dərk eləməyib əsəri. Pyes aktyorun beynində yoxdur. Hiss eləmir. O onu elə bir necə deyirlər, belə imitasiya eləyir. Nəyəsə bənzədir və yaxud da öz oynadığı rollardan qaynaqlanır, onlardan hərəsindən edir, hər kişidən birini götürür, gətirir, onu gətirir çıxarır ortalığa, amma yenə alınmır. Ona görə də rejissorumuz yoxdur. Kino rejissorumuz da yoxdur. Niyə yoxdur? Sübut da eləyə bilərəm. Əgər bizim kino rejissorumuz olsaydı, hüquqşünasın çəkdiyi serial trend olmazdı. Gəlin baxaq trenddə də bu gün məşhur seriallar nədir? O oğlan qaçdı, o qız tutdu, qız vurdu, oğlan öldü. Belə nə bilim ideya yox, məntiq yox, heç nə yox ortaqda, sujet xətti yox, fabula yox, aləm dəyib bir-birinə. Nə filmdir bu, nə başlanğıcı bilinir, nə sonu Türk bilinir. seriallarını kopyalamaqdan başqa bir Eynisində şey Türk deyil. serialı eynisidir, eynisidir. Bir baş qəhrəman ölməməlidir. Yoxsa sən bu baş qəhrəmanı ölüm situasiyasına niyə salırsan ay senarist ki, bu ölməsin? Necəsə o taq çıxırdı oradan da. Ay Allah, adam necə mümkün deyə bu ya da fantastikanı da biz necə deyim Hindistanlıları qoyduq arxada. Sən ona görə də məsələn biri şeydir, marketoloqdur, durub rejissoram mən, senaristəm, Bir serial şeylər çəkirəm. qururam, düzəldirəm. Biri nə bilim heç nə işlə məşğuldur, özü bilmir, tiktokerəm. Durur film çəkir. Belə iyrənc bir vəziyyət yaranır. Çünki Azərbaycan Kino İttifaqının fəaliyyətini biz görmürük. Kinematografçılar İttifaqının fəaliyyətini görmürük. Yoxdur. Kino agentliyinin fəaliyyətini biz görmürük. Ancaq mətbuata belə lazımsız açıqlamalar, nə bilim, bu il bu filmin çəkilişi üçün filan qədər pul ayrıldı. Ayrıldı hanı? Dövlət çox gözəl bir addım atdı. Dövlət büdcəsi hesabına çəkiləcək filmlər üçün ayrılan pulları geri aldı. Yaxşı elədi. Yaxşı elədi. Verdi də o İstifadə pulu. eləmədiniz də. Eləyə bilmədiniz. Eləyə bilmədiniz. Niyə Emil Quliyev durur bu günlər çəkdiyi seriallar partladı və mən də sevə-sevə izləyirəm. Çünki Emil Quliyev gedir işinin peşəkarı deyil adam. Peşəkar rejissor deyil. Böyle heç vaxt da deyəməz ki, mən peşəkar rejissoram. Xeyr. Amma Emil Quliyev işi bilən adamlarla iş görür. İşi bilənlə iş görmək lazımdır. Ən sonuncu serialı Tilov super serial. İdeya yerində. Dramaturji situasiyalar yerində. Baş qəhrəmanlar, kast, seçilən aktyorlar yerindədir. Adam gedib qaymaqları seçib gətirib seriala. Çox gözəl aktyorlar var. Problem rejissor olmamasıdır. Deyirsən ki, aktyorlar yox idi, senarist yox idi. Bəs necə oldu bu indi Tilov çəkilir? Tilov bu qədər möhtəşəm alınır. Şövqü Hüseynov oynayır, Yaqut Paşazadə oynayır, Amid Qasımov oynayır. Görün kimlər? Ən gənc aktyorumuz Ülvi Haşimdir orada. Ülvünün oyunu o ATV-nin, nə bilim, o ARB-nin o gic-gic adamların çəkdiyi seriallardan qat-qat yaxşıdır. Baxmayaraq ki, baş qəhrəman deyil, 4-cü dərəcəli obrazdır. Ülvi Haşimin oynadığı obraz. Amma gəlin neynədir? Hamısını tozda qoy be. Heç ARB-nin baş qəhrəmanından qat-qat yaxşı oynayır. Məsələ də odur da 4-cü dərəcədə olub özünü 1-ci dərəcədə kimi apara bilmək. Gətirib çıxarıb ora. Bəli. Baxdan möhtəşəm, serial çox möhtəşəm. Ssenari möhtəşəm, dövrün aktuallığı yerindədir, dövrün problemi yerindədir və hər şey, rənglənmə, operator işi, rejissor işi, hər şey bir sözün super. Amma kim eləyir onu? Peşəkar rejissor eləmir. Demək ki, əziz mənim universitetim, siz rejissor yetişdirə bilmirsiniz. Demək ki, sizin hələ çatışmazlıqlarınız var. Siz daha çox ekspertlər dəvət eləməlisiniz, siz daha çox təlimlər keçirməlisiniz. Bir baxın ki, bəlkə bir dəfə fikirləşəsiz ki, bu Bologna sisteminə son qoya. Niyə ya? Bu bir nəfər yəni yoxdur ki, bu adamlardan. Getsin Təhsil Nazirinin yanına ki, ay müəllim, ay qardaş, olmur da, biz bacarmırıq. Biz bu Bologna sistemi ilə peşəkar aktyor, rejissor yetişdirə Belə bilmirik. insan yetişdirmək olmaz. Olmur da. Gəlin biz bu sistemi dəyişək, ilk eləyək də. Xoreografiya akademiyası necədir? Bütün gün trenajlarla, bütün gün oynayırlar, falan eləyirlər. Bizi də eləyin də. Bizi də qurtarın da o sistemdən. Biz dedik ki, gedək biraz da etalona da, emalatxana rejiminə. Yoxdur. Heç kəs səmimiləşmək istəmir. Elə bir qorxular ki, müəllimlə tələbə eyni səviyyəyə düşəcək bu dəqiqə, nəsə olacaq. Hər zaman bir təhdid hiss eləyirlər öz üzərlərində. Mən tələbələrimi çox istəyirəm. Onlar bu dəqiqəki
11 tələbəm var və o 11 tələbə mənim üçün çox önəmlidir. 11-i də. Çünki onlar bu gün aktyor sənətini oxuyurlar, qəbul olublar, sənəd verib qəbul olublar və ümid bəsləyirlər. Tək mənə yox ha, yəni onlar müəllim mənəm deyə yox. Sənət müəllimlərinə, kafedraya, universitetə ki, biz 4 il burada öyrənəcəyik. Mən də həmin onların ümidinin məsuliyyəti altında onları öyrətmək məcburiyyətindəyəm. Ki, mən sizə öyrətməliyəm. Ona görə onları çox istəyirəm. Amma siz dediniz, sizin bu tələbə-müəllim münasibətlərinə biz onlarla çox vaxt səmimi də oluruq, çox vaxt gərgin anlar da olur. Hətta mən Təbii özüm ki. tələbəlik dövrümdə öz sənət müəllimimlə dəfələrlə dalaşmışam. Dəfələrlə dalaşmışıq. Sözüm çəp gəlib. Hətta elə olub ki, mən çox kobudluq eləmişəm, çıxıb getmişəm dərsdən, otaqdan, qırışmışıq, dalaşmışıq, amma yetişmişik. Əsas nəticə etibarilə nə olub? Alınıb, nəsə əldə eləmişik. Təbii ki, dalaşmaq şəxsi münasibətlər üzərində yox, sənət mövzusunda Mövzu üzərinə, çox dərs şeylərimiz bəli. olub, diskussiyalarımız olub, debatlarımız olub, dalaşmışıq filan, elə öz içimizdə qrup uşaqları ilə. Bu olmalı ki, yetişəsən. Bu gün dalaşan kimi deyir ki, sən getdin artıq, qiymətin yoxdur, sən yaddan çıxart onu. Tələbə Mümkün deyil. fikrini də deyə Yo, yo, bilmir. yo, tələbə azaddır. Madam ki, bu Bologna sistemini gətirmisən. Bologna sistemində mən azadam. Mənim qayıb limitim var. Mən bu dərsə girməyə bilərəm. Amma axı mən bu dərsə girməsəm, müəllim mənə imtahana qədər ki, seminar ballarımı salır aşağı, başlayır şəxsi prinsiplərə çevirməyə. Sən birinci müəllimi o Bologna üçün tərbiyə elə, onun o şuuruna yerləşdir ki, bu Şəxsi başa düşməsin hər şeyi. onu ona başa sal ki, bu belə deyil. Amma tələbə bu günlər durub desin ki, məsələn, mən sizin dərsinizdə oturmaq istəmirəm. Çıxıb getsən müəllim başlayacaq ki, ya sən getdin. Kollekum. Ən aşağı qiymət seminar, ən aşağı qiymət imtahan balı Qara dəftərdəsən. minimumla gəlib çıxır. Ona görə heç kim dillənmək istəmir. Hamı fikirləşir ki, mənə nəyimə lazımdır. Bu verilişi izləsinlər. Bəlkə nəsə bir şey dəyişə bilər, bir söz təsir edə bilər dəyişməyə. Mən buna ümid eləməkdən başqa bir şey tapa bilmirəm İsmayıl. Və sənə minnətdaram bu səmimi söhbətinə görə. Mən də təşəkkür edirəm Şuşa xanım, minnətdaram. Sağollaşmaq üçün sənə söz verirəm. Buyur, sağollaş izləyici. Minnətdaram. YouTube-un televiziya kanalından fərqi tək yeganə və üstün fərqi var ki, biz burada dəqiq real izləmə saatını görə bilirik ki, neçə nəfər bizi sevib izləyir. Amma televiziyada deyil. Televiziyaya çıxırsan, o gedir refresh bilmirsən ona kim baxdı, kim baxmadı. Ona görə də Empati TV YouTube kanalına uğurlar arzu edirəm. Onların sizin yeni layihələrinizə, eyni zamanda bu maraqlı və adı çox xoşuma gələn Cəmiyyətin Nəbzi verilişinə sizə də həmçinin uğurlar arzu edirəm. Əsas həyatda tək şey motivasiyanı düşməməkdir. Hər şeyə Bəli. rəğmən diletantlar həmişə olub, olacaq, mümkün deyil. Biz onlardan qurtula bilməyəcəyik. Sadəcə və sadəcə irəliyə öz Azərbaycanımıza, öz millətimizə, öz dövlətimizə sadiq qalmaq, ona söykənmək və bərabər şəkildə öz xalqımızla bərabər bütün sənətlərin inkişaf olunması. Hamısını, tək aktyor sənəti yox, hamısını inkişaf elətdirmək və davamlı bir gələcək, çünki bu gün biz işğal altında olan torpaqlarımızı azad eləmişik. Biz artıq 10 ildən sonra Qarabağ faciəsini uşaqlarımıza danışmayacağıq. Biz Qarabağ qələbəsini danışacağıq. Artıq deməyəcək ki, 92-də bizi oradan didərgin saldılar. Biz deyəcəyik ki, Biz aldıq. 2000-ci ildə bizi aldıq. 2020-də biz onu aldıq. Qələbəmizdən danışacağıq. Ona görə də bu qələbənin arxasında dayanan o bütün o innovasiyaları, bütün o inkişafları, perspektivləri biz artıq genişləndirməliyik. Mən özümə bir Azərbaycan gənci olaraq onu borc bilirəm və ilk mənəvi və vəzifə borcumdur. Və mən İsmayıla təşəkkür eləyirəm bu gözəl fikirlərinə görə. Hamısına da bir-bir qatılıram. Bugünkü verilişimiz ümumiyyətlə çox maraqlı idi. Düşünürəm ki, izləyicilərimiz də çox maraqlı izlədilər. Elə buna görə də izləyicilərimə minnətdarlığımı bildirirəm. Hər birinizi çox sevirəm. Bundan da əlavə tək deyəcəyim söz budur. Ümidinizi heç bir zaman itirməyin. Çünki ən sonuncu sönən şey ümiddir. Gələn görüşlərimizə qədər. Hər birinizi çox sevirəm. Sağ olun, salamat qalın.